Albaniya səfərindən və səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi platformasında Avropa İttifaqının liderləri ilə keçirdiyi görüşlərdən o nəticələr ortaya çıxır ki, 1. Azərbaycan İttifaqın vacib və etibarlı tərəfdaşlarından biri olaraq qalır və hər iki tərəf enerji əməkdaşlığının daha da inkişafında maraqlıdır. Bütün regional və qlobal oyunlara baxmayaraq, yalnız bir fakt, bugün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsi enerji təminatını məhz Azərbaycanın hesabına həyata keçirir. Eləcə də ki, yalnız enerji də deyil, Azərbaycanın Mərkəzi Asiya regionu ilə nəqliyyat əlaqələri, xüsusən də orta dəhlizdə aparıcı rolu qoca qitə səviyyəsində rəsmən qəbul olunur və Avropa Bakının dəhlizin inkişafı məqsədi ilə atdığı addımları, konkret olaraq nəqliyyat infrastrukturuna investisiyalar qoymasını, orta dəhlizlə yüklərin daşınma həcmində qeydə alınan artımları, bir sözlə Azərbaycanın şimal-cənub və şərq-qərb nəqliyyat marşrutlarının kəsişmə nöqtəsi kimi qlobal hava çevrilməsini görür və prosesi diqqətlə izləyir. Həmçinin 3. Rəsmi Bakının regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında, müxtəlif tərəflər arasında diyaloqun aparılması üçün platforma rolu oynadığı Avropa strukturları tərəfindən də qəti şəkildə qəbul olunur və dəstəklənir. Bəli, Prezident İlham Əliyevin bir çox dövlət və hökumət başçıları ilə ayaqüstü söhbətlərindən, eləcə də plenar sessiyadakı iştirakından bir daha aydın olur ki, Qərbdə ölkəmizə və birbaşa Prezident İlham Əliyevə böyük inam, rəğbət var. Aydın olur ki, beynəlxalq aktorlar mürəkkəb qlobal problemlərin həlli üzrə diyaloqların təşkili üçün məhz Azərbaycanı ən optimal məkanlardan biri hesab edir. Və Azərbaycanın regionda, eləcə də onun hüdudlarından kənarda sülhün təmini üzrə diyaloqun aparılmasındakı rolunu açıq etiraf edirlər. O ki qaldı, regionun digər ölkəsi Ermənistana tam əminliklə deyə bilərik ki, Albaniya səfəri Avropanın həm Azərbaycana, həm də Ermənistana münasibətini ortaya qoydu.